Dünən təsadüfən bir xanımla tanış olduq. Söhbət əsnasında məlum oldu ki, təxminən 80 yaşı var, dəqiq olaraq soruşmadıq. Çox enerjili, pozitiv bir xanım idi və dediyinə görə 65-ci ildə ilk dəfə pasportunu aldıqdan sonra yola çıxıb və o vaxtdan bəri yollardadır. Açığı, o mənə bizim beynimizdə formalaşan 80 yaşlı qadın obrazında biraz dəyişiklik elədi. Bir növ gələcəyə dair, qocalığıma dair olan fikirlərimdə daha belə inamla yanaşmağa, daha cəsarətli olmağa məni sanki səslədi. Bu videonu sizlə paylaşmaqdan məqsədim odur ki, gücünüzün, edəcəklərinizin, etmək istədiklərinizin fərqində olun və güclü qalın. İstəklərinizin arxasınca gedin. Nə vaxtsa nə üçünsə gecdi deməyin. Həyatı doya-doya yaşayın. Bugün dayanan mənə, bəlkə də sizə də bir örnək oldu. Bunun həyatından nəsə sizə də toxundu. Ümid edirəm sizin də, bizim də yaşamımız bəlkə nə vaxtsa başqa birinin həyatına toxunar, ilham olar. Yetər ki, o gücümüzü ortaya qoyaq, özümüzü tanıyaq, istəklərimizin arxasınca gedək. Hamınızı təbrik edirəm. Xoşbəxt, enerjili, sağlam bir həyat arzu edirəm və sizi içdən bir səmimiyyətlə qucaqlayıram.